Məlumat verdiyimiz kimi, Azərbaycanın məşhur xanəndəsi, əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında tutulub. Qəzənfər Abbasov bu haqda Manset.az-a açıqlama verərək xəbəri təsdiq edib. O, saxlanılması səbəbilə təyyarəsini də qaçırdığını qeyd edib. İranda konsertimiz baş tutdu. Eyni vaxtda orada ustad dərsləri verdim. Bakıya gələrkən hava limanında məni saxladılar. Çoxlu sorğu-sual etdilər, daha sonra telefonumu əlimdən aldılar. Mənim burada da İranlı tələbələrim var. Onlarla telefon danışıqlarımı yoxladılar. Daha sonra telefonumu aparıb baxanda mənim və tələbəmin İran prezidenti Pezeshkiyanla şəklimi görüblər. Bu hadisədən sonra mənə olan münasibət dəyişdi. Köməkçiyə fars dilində göstəriş verildi ki, bunu dərhal bilet alıb yola salın. Təyyarəm isə artıq uçmuşdu. Mən problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim. Hazırda gəlmişəm, Bakıdayam, işlərimlə məşğulam.